Salam, kanalıma xoş gəlmisiniz. Bugün reyhan dolması hazırlayırıq. Reyhan dolmasını hazırlamaq üçün lazım olan ərzaqlar: reyhan, keşniş, süd, çəkilmiş ət, soğan, çəkilmiş soğan. Mən qırmızı soğanla istifadə elədim. Fikirləşdim ki, reyhanla rəngləri uyğun gələr. Düyü, təmizlənib istağa qoyulmuş düyü və ədvalar: duz, istiot, paprika, sarı kök, quru nanə. Küvəc də hazırlayacağıq. Reyhanın böyük yarpaqları ayrılır. Göyərtilər xırda-xırda doğranılır və içliyə ətə qatılır. Kim yağlı istəyirsə dolmaya quyruq da qata bilər. Bütün ədvalar içliyə qatılıb yaxşı qarışdırılır. Ayırdığımız yarpaqların, yəni reyhan yarpaqlarının üzərinə isti su qaynar su tökülür ki, yumşalsın. Burada qaynar su tökdükdən sonra tez soyuq suya qoymaq lazımdır ki, çox yumşalmasın. Çünki onları ayıranda, bükmək üçün ayıranda çətin olur. Küvəcin dibini reyhanın saplaqları ilə döşəyirik. Reyhanın dolu dadını yeməkdə almaqdan ötürü daha ləzzətli olur. Və bükməyə yararlı olmayan reyhanları da xırda-xırda doğrayıb içliyə qatırıq. İçliyimiz hazırdır. Bükməyə başlayırıq. Reyhanın yarpaqları, böyük yarpaqları adi qaydada açılır və içlik qoyularaq bükülür. Bunun bükülüş qaydası bir növ pip dolmasının bükülüşünə oxşayır. Əgər yarpaqlar xırda olarsa, bir neçə yarpağı biri-birinin yanına qoyub bükmək olar. Mən bükülmüş dolmaları qaba yığdım ki, sonradan küvəcə doldurmaq daha rahat olsun. Beləcə bütün reyhanları bükürük. Bükdüyümüz dolmaları küvəcə yerləşdirib, qat-qat küvəcə yerləşdirib, üzərinə kərə yağı, zövqünüzə görə istədiyiniz qədər və 1 stəkan su əlavə edirik. Ağzını bağlayıb vam atəşdə qaynamağa qoyuruq və qaynayandan 45 dəqiqə sonra yemək hazır olur. Əgər içlikdən artıq qalarsa, onu adi üzüm yarpağına da büküb üzərinə əlavə etmək olar. Mən isə küftəciklər şəklində, xırda küftəciklər şəklində hazırlayıb qabın üst qatına yığdım. Yeməyimiz hazırdır. Buyurun, siz də hazırlayın. Nuş olsun. Ağız dadınız heç zaman pozulmasın.